Salam, hər vaxtınız xeyir. Bu günlər lövhə məsələləri ilə bağlı sualı izah eləyirəm. Lövhə məsələləri ilə bağlı suallar qəbullarda ən çox düşən suallardandır. Bu illəri qəbulda da düşən suallardan biri də lövhə məsələləri ilə bağlı sualdır. İndi başlayıram izah eləməyə. Deyir, hər 3 qabda 200 qram 16% mis sulfat məhlulu olduğunu nəzərə alaraq mis sulfatın metal lövhələr tam reaksiyası zamanı alınan misin kütləsinin cəmini qramla hesablayın. Birinci yazırıq ki, 200 qramın 16%-ni tapırıq. 200-ümüz 100%-dirsə, x-imiz də 16%-dir. Bunu yazandan sonra 200 qramımızı 100%, x-imiz də 16% yazandan sonra 32 qram, demək ki 32 qram 200 qram 16% mis sulfatdan kuprum SO4 məhlulundan 32 qram kuprum SO4 var. 32 qram kuprum SO4 var. İndi qeyd edirik ki, hansı metallar reaksiyaya daxil olub mis sulfatla? Kuprum SO4 üstə gəlsən ferium birinci reaksiyada. İkinci reaksiyada kuprum SO4 üstə gəlsin argentium. Üçüncü reaksiyada isə mis sulfat kuprum SO4 plus sink reaksiyaya daxil olan zaman. Hər biriniz bilirsiniz ki, aktiv metal duzu sıxışdırıb çıxardır. Yəni dəmir misdən aktivdir deyə ferium SO4 dəmir misi çıxardır, sərbəst mis alınır. Kuprum SO4 argentiumla reaksiyaya daxil olmur, çünki gümüş misdən sonra gəlir. Bu birində isə sink sulfat plus mis alınır reaksiyadan. Bunu qeyd edəndən sonra görürük ki, birinci tənliyi yazanda 200 qram 16% reaksiyaya mis sulfatın kütləsini veribdi 160. Kuprum SO4 plus ferium reaksiyaya daxil olan zaman dəmir sulfat plus kuprum. Mis sulfatın kütləsi 160 qram reaksiyaya daxil olanda 64 qram alınırsa, burada təmiz mis sulfatımız nə qədərdir? 32 qram. 32 qrama da x. 160-dan 32-yə gələndə 5 dəfə azaltmışıq. 64-ü də 5 dəfə azaldanda 12,8. Bunu yazdıq. Sonra ikinci reaksiya getmədiyi üçün kuprum SO4 plus argentium reaksiyası getmir. Üçüncü reaksiyada kuprum SO4 plus sink. Sink sulfat plus kuprum. Yenə 160 qrama 64 alınıbdırsa, 32-yə də y. Y də bərabərdir 12,8. Deyir ki, reaksiyası zamanı alınan misin kütlələri cəmini yazın. 12,8 plus 12,8 bərabərdir 25,6. Doğru cavab 25,6 C variantı. Bu ilin qəbulunda düşmüş sualdır. Çox asan bir sualdır. Düzdür, bir neçə şagird bunu çətinlik çəkmişdi yazmaqda, amma çox asan sualdır.